Salam əziz dostlar, bugün ev günümdür. Keçirəm mətbəxə. Deməli, darada balıq bişirəcəm. Marketdə hazır satılır, tənbəl malı. Paketin içərisində bastırılma, yəni zeytun yağı ilə bastırılmış, içərisi limonla, digər ədviyyatlarla zəngin, çox dadlıdır. Tənbəl malı. İndi siz mənə bu videonun altında kömək olun, xanımlar. Bu folqanın içərisinə perqament kağızı mütləqdimi qoymaq. Keçən dəfə bir xanım elə yazmışdı. Kənarına da zövqə görə kartoşka və yaxud kənarda düyü dəmləyirəm. İndi kim nə istəyir o cür yesin. Belə keçək mətbəxə. Və perqament kağızının oda davamlı dərəcələri varmı? Yəni fərqlidirmi, yoxsa onlar bir cür mü olur? Onu bilmək istəyirəm. Hə dostlar, belə darada burada hər marketdə yoxdur. Belə paketin içərisində bu paketi açırsınız. İçərisində bir dənə də paket var. Deməli baxırsınız zeytun yağlı, bastırmalı, içərisində limonla, ədviyyatlarla çox gözəl, çox dadlıdır. Bunu göstərdim ki, mənə sağ ol deyəcəksiniz. Çox. Bugün ev günümdür. Burada mən belə ayaq baxdım. Darada balıq pişir, kartoşka, bir dənə də alma. Özüm üçün bala qurdalanıram. Necədir? Bu folqanı götürdüm ki, üzü qızarsın. Xanımlar, yazın görün, bu folqanın içərisinə deyirsiniz kağız qoyun. Kağız məndə var, amma kağızdan belə qara bilmirəm, yağ çıxır. Nəsə elə olmalıdır, yoxsa başqa cür kağızda onu qoymadım. Keçən dəfə qoymuşdum, nəsə nəfsim çəkmədi. Nuş eləyim birazdan. Bəh. Darada balığı bişdi, kartoşkalarım, bu da alma. Nuş olsun mənə.